Və müminin ölməsi ilə əməli kəsildiyi üçün əməllərinin ərz olduğu səmadakı qapısı kədərlənir, ağlayır və o yer ki, oranı özünə namazgah seçmişdi, daim orada Allah'ı zikr edirdi, daim orada Allah subhanahu wa ta'ala ibadət edirdi. Oradan da ibadətləri kəsildiyi üçün həmin yerdə o mömin üçün darıxır, o mömin üçün ağlayır. Və bu da həmin bu ayənin təfsiridir. Məsələ buna görə də Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki: "Fəma bakat aleyhimus sema'u vel-ard." Onlar üçün nə səmalar ağladı, nə də yerlər ağladı. Kimlər üçün? Kafirlər üçün. Deməli, kafirlər üçün səmalar və yerlər ağlamırsa, deməli, möminlər üçün ağlayır. Bu da ayənin məfhumul müxalifəsi, yəni əks məfhumudur. Yerlər və göylər kafirlər üçün ağlamırsa, nə olur? Deməli, mömin öləndə isə ağlayır. Mömin öləndə isə ağlamasının şəkli, keyfiyyəti isə bu cürdür. Yəni, möminin əməllərinin ərz olduğu yer var. Mömin özünə namazgah olaraq ibadət üçün seçdiyi bir yer var. Ölməsi ilə əməlləri bir daha səmaya ərz olmur. Ölməsi ilə həmin o yerdə bir daha ibadət etmir. Əməllər kəsilir. Ona görə də əməllərin ərz olduğu səma və ibadət etdiyi yer ondan ötürü nə eləyir? Ağlayır. Ona görə yaxşıdır ki, hər bir kəs özün üçün, yəni evində və yaxud işində namazgah olaraq özünə belə bir yer qərar versin. Çünki bu onun üçün Allah qatında böyük bir fəzilətdir. Zikrin 29-cu faydası.